Əla. Deməli, ağam, bugünkü dərsimiz bizim olacaq feil mövzusu. Yazaq üstündən qırmızı rəngdə feil. Feil. Görək bu feil nədir? Bizə nəyə görə lazımdır? Feil əşyanın hərəkətini bildirən əsas nitq hissəsidir. Feil zamanlar üzrə dəyişir, amma əsasən hərəkəti bildirir. Bəli. Deməli, hərəkət bildirir. Əşyanın hərəkətini bildirir. Qaçmaq, oxumaq, durmaq, baxmaq və s. kimi bildirir. Həmin feillərimiz hərəkətin adını, yəni bildirir. Təsdiq və inkarda olur. Deməli, təsdiq və inkarda olur. Təsdiq və inkarda olur. Daha sonra zamanlar üzrə dəyişə bilir. Zamana görə dəyişir. Zamana görə dəyişir. Nədənsə xəttim çox pis gedir. Amma ümid edirəm, səsli şəkildə də deyirəm, yadında yaxşı qalır. Daha sonra feillərimiz şəxsə və kəmiyyətə görə dəyişə bilir. Şəxsə və kəmiyyətə görə dəyişir. Şəxsə və kəmiyyətə görə dəyişir. Daha sonra nə olur feillərimiz? İdi, imiş, isə hissəciyi ilə işlənir. İdi, imiş, isə hissəciyi ilə işlənir. Deməli, biz feildə bu 5 qaydanı mütləq öyrənməliyik. Hərəkət bildirir, təsdiq və inkarda olur, zamana görə dəyişir, şəxsə və kəmiyyətə görə dəyişir, idi, imiş, isə hissəciyini qəbul edir. Oldu mu bu hissə qaydası aydın? Bəli. Mənim o qaydalarla yazıb hepsini də göndərərsiniz, baxaram. Qayda kitabımızda var. Mənim qayda kitabıma mütləq baxacaqsan onsuz da. Bu videonu da izləyəcəksən, sonra mənim qayda kitabımı təzədən oxuyacaqsan, tam şəkildə izahlar möhkəmlənəcək. Ona uyğun da özüm test hazırlayıb göndərəcəm sənə. Oldu mu balam? Bəli. Deməli, baxaq görək feil quruluşca neçə növə bölünür. Feilimiz quruluşca bütün əsas nitq hissəsinin formaları quruluşuna görə 3 cür dəyişir. Eyni ilə də feilimiz də quruluşa görə, necə? Quruluşa görə sadə, düzəltmə və mürəkkəb olur. Düzəltmə və mürəkkəb olur. Sadələr bir dənə sözdən ibarət olur. Gəldi, gedir, oxuyur, oxuyacaq, gələcək. Düzəltmələr. Bir neçə leksik şəkilçilərin köməyi ilə düzəlir. Hansı ki, bu feillər isim, sifət, say, əvəzlik və zərfdən, feillərdən yaranan feillərdir. Məsələn, deməli, səsdən, səs isimdən düzələn feil deyək. Səs isimdir, düzdür? Lə, leksik şəkilçisini artırdıq. Lə. Oldu nə? Səslə, düzdür? Səs isimdir, isim. Lə də leksik şəkilçidir. Oldu nə? Feil. Düzdürmü? Qrafikini anladıq? Bəli. Asıl. Sonra, məsələn, vidalaş. Vida. Nə? Vidalaş. Leksik şəkilçisi. Bir yerdə oldu nə? Feil. Vidalaş. Yəni, isimdən feil düzəltdi bu şəkilçilərimiz. Oldu mu? Aha. İndi baxaq. Adlardan feil düzəldən şəkilçilər hansılardır? Buradan yazıram. Adlardan feil düzəldən şəkilçiləri. Aha. Adlardan yazıram buradan. Adlardan. Feil düzəldən şəkilçilər. Ş yazıram. Qələmi dəyişdirirəm. Adlardan feil düzəldən şəkilçilər. Baxaq görək hansı şəkilçilərdir. Bayaq dediyim kimi. La üstü ki. Məsələn, vida, səslə. Səs sözündən lə şəkilçisini artırdıq. Oldu nə? Səslə feili. İş isminə ləni artırdıq. Oldu nə? İşlə. Yol sözünə la şəkilçisini artırdıq. Oldu nə? Yollamaq, yolla.
İndi baxaq ikinci şəkilçimiz laş. Laş şəkilçisi də var, adlardan düzələn. Laş şəkilçisi də var. Laş, ləş. Məsələn, vida sözünə bayaqlar dedik, laş artırdıq, vida, laş yarandı. Nə et, vida, laş. Üst sözünə, isminə laş artırdıq, oldu nə? Üst, ləş. Sakit sözünə laş artırdıq, oldu sakit, ləş. Düzdürmü? Laş, ləş deməli, leksik şəkilçilərdir. Ümumiyyətlə, adlardan və yaxud da ki, başqa nitq hissələrindən, feil düzəldən şəkilçilərin hamısı leksik şəkilçidir. Niyə görə leksik olur? Biz leksik şəkilçiləri nə zaman dedik? Yeni mənalı söz yaradarkən dedik. Düzdür? Yeni mənalı söz yarandısa, burada mütləq leksik şəkilçi var. Oldu mu balam? Sonra al şəkilçisi, al şəkilçisi, al üstü 2. Daha sonra yazıl, deməli, al şəkilçisi. Qocalmaq, çoxalmaq, qoca sözünə bir də al şəkilçisi l kimi də ifadə olunur. Təkcə l kimi. Çünki sonu saitlə qutaran sözlərimiz var ki, ona al şəkilçisini artırarkən həmin o amız ixtisar oluna bilir. Olur təkcə l ilə. Məsələn, qoca sözünə l-nı artırsaq, qocal feili yaranır. Nə et qocal? Sonra başqa nə demək olar? Qaralmaq sözünə, qara sözünə l-nı artırırıq. Qara sözünə, məsələn, burada nümunə şəklində göstərirəm. Qara sözünə l-nı artırdıq, qaral. Nə et? Qaral. Oldu mu? Ay, sağ ol. Aha. Siz testi məncə belə planları əlavə edəsiniz. Məsələn, qara üstələ belə son. Ay səni, rahatlıq istəyirik biraz deyəsən. Elə bu dərsin bu hissəsini izah edəcəm, ondan sonra mürəkkəbi də izah edəcəm. Ondan sonra testləri bəli bu tipdə salacağam. Amma kopya vermirəm dəqiq necə olacaq. Bəlkə içində daha çətinləri olacaq, yad faydaları. Hə, davam edirik. Sonra var ar şəkilçimiz. Qoy bunun burasını. Belə eləyək. Bir iki dənə də çətin salarım. Ayağa, ayağa. Hazirə nazirə qaçmaq istəyir. Deyirəm ki, bir iki dənə də olsa, bu qaydadan məncə salarsınız. Çünki siz həmişə hər tərəfdə salırsınız. Bəli, davam edək, qeybətimiz qutarsın. Sonra var lan şəkilçimiz. Lan şəkilçimiz. Lan üstü 2. Qidalan, toparlan. Oldu mu? Qanadlan, fərəhlən, yaşlan. Bu formada feil yaratdıq biz lan şəkilçisi ilə, leksik şəkilçisi ilə. Sonra ar şəkilçimiz var. Ar üstü 2. Ar üstü 2. Yaş sözünə məsələn ar artırırıq, yaşar. Göy sözünə ər artırırıq, göyər. Sonra ağar, otar. Yəni bu formada ar şəkilçisi oldu nə? Düzəltmə, feil yaradan şəkilçi. Daha sonra var a. A üstü 2. Yaş, yaşa. Oxu, deməli oxu yox. Ələ, əldən ələ, dildən diləmək yaranır, düzdürmü? Qandan qanamaq yaranır. Deməli, a, ə burada leksik adlardan feil düzəldən şəkilçidir. Bir də var i şəkilçimiz, i şəkilçimiz. İ şəkilçimiz də necədir? İ şəkilçimiz də bərkdən bərki. Sonra ləngdən ləngi, turşdan turşu yaratmaq mümkündür. Məsələn, o yemək turşudur. Nə etdi? Turşudur. Turşu. Ay, sonra mələk düzəltdi. Küflənmək. Bəli, feil olaraq küfləndirdi. Turşudur. Yaratmaq mümkündür. Sonra gəldi artıq nəyə? Feildən feil düzəldən şəkilçilərə. Bunu saxladıq. Yaddaşımızın qırağında adlardan feil düzəldən şəkilçini yaddaşımızın qırağında saxladıq. İndi gələk feillərdən feil düzəldən şəkilçilərə. Yazaq buradan. Feildən, qələmi dəyişək rəngini. Feildən. Nədənsə qələm işləmir. Feildən, feil, düzəldən. Şəkilçilər. Baxaq görək bunlar hansılardır? Feildən, feil düzəldən şəkilçilər hansılardır? Olacaq ıl şəkilçisi. Il üstü 4. Qələmi dəyişdireyim. Il üstü 4. Məsələn, yıxmaqdan yıxılmaq yarada bilərik. Yazmaqdan yazılmaq, görməkdən görülmək, baxmaqdan baxılmaq yaratmaq mümkündür. Sonra var ın şəkilçisi, ın üstü 4 şəkilçisi, ın üstü 4 şəkilçisi. Məsələn, deməli, görməkdən görünmək, almaqdan alınmaq, gəzməkdən gəzinmək formasında yaratmaq olur bu şəkilçilərdə. Oldu mu? Bunlar da feildən feil düzəldən şəkilçilər də leksik şəkilçidir. Ha? Niyə? Çünki yeni mənalı söz yaratdı. Düzəltmədir, bəli. Oldu mu ağam?
qorxutmaq, axmaqdan axıtmaq, bəzədən bəzətmək şəklində yaratmaq mümkündür. Daha sonra dır üstü 4 çəkicisi var. Yazmaqdan yazdırmaq, almaqdan aldırmaq, gülməkdən güldürmək, bilməkdən bildirmək olacaq. Daha sonra var burada ır çəkicisi, ır üstü 4 çəkicisi. Uçmaqdan uçurmaq, qaçmaqdan qaçırmaq, içməkdən içirmək formasında. Sonra gəldi ış üstü 4 çəkicisi. Döyməkdən döyüşmək, yazmaqdan yazılmaq, yazışmaq, görməkdən də görüşmək formasında yaratmaq mümkündür. Bir dənə də sadəcəsi var, ümsə, gülümsə formasında. Oldu mu? Əla.